Selamun Aleyküm ve Rahmetullah Şeyh. Və aleykum salam və rəhmətullah. Sual verilir ki, niyet ettim Ramazan orucunu tutmaq üçün. Bu cür niyet etmək doğrudurmu? Elhamdülillah. Bilirsiniz, niyyət, gəlin birinci baxaq, niyyət nədir? Niyyət qəsdir, bilməkdir. O da qəlbdə olur, ürəklədir. Dillə yox. Dillə lazım deyil demək. Sən əgər bilirsənsə, bu saat nə edəcəksən və ya axşamdan artıq bilirsən ki, sabah nə edəcəksən, artıq niyyətin var sənin. Namaza da dayananda getdin dastamaz aldın, bilirsən ki, nə üçün alırsan? Bilirsən ki, tutaq ki, zöhr namazının üçün alırsan. Zöhr namazında sünnət var əvvəl, onu qabaqcadan bilirsən. Gəlib dayananda qibləyə çevrilib, hətta cəmaat namazında dayanırsan, səhvləri düzəld və s. Bilirsən nə edəcəksən. O bilmək hələ o niyyətin özüdür. Lazım deyil demək, mən namaz qılıram, ixlasla, 4 rükət, zöhr namazı, imamla, qibləyə dönmüş halda, Allah rızası üçün. Məscidin adını da söyləşik. Küçənin adı az qalır, hətta az qalır tarixi qeyd eləsinlər. Neçənci əsrdə idi. Səhvdə olar, bidətdir. Yəni, yenilik də olmaz. Yenilik də olmaz. Yəni, dinimiz əlhamdə rahatdır. Bilirsən, niyyət odur. Lazım deyil niyyət eləmək ki, mən sabah oruç tutacam və ya suhurdan qabaq mən bir gün oruç tutacam. Ayrıca, lazım deyil. Sən aydın ki, suhuru qalxdın, nə üçün? Oruç tutmaq üçün. Deməli, niyyət var, bu deyil. Aydın, niyyəti tələffüz eləmək bidətdir. Bəli. Allah sizdən razı olsun.